Ən çox verilən suallardan biri. Doğrayıcıda ət doğramaq olarmı? Biz bunu dəfələrlə deyirik. Baxın dostlar. Özdə xırda-xırda da doğramamışam. Baxın uzun-uzun doğramışam və yağlı ətlərdir. Baxın dostlar, görürsünüz necə. Yağlı, məntəli ətlərdir. Və tökdük içərisinə. Qapağını qoyuruq. Zəmətimizi üstünə tutturun. Və sizə elə bir inanılmaz indirim gəlir ki, dostlar. Bunu bir test edək. Mən sizə sonda qiymət deyəcəm, şok qiymət. Birinci sürətlə. Bax, biraz qırdalayırıq. Düyməni basıb saxlamağa ehtiyac yoxdur. Biraz qırdaladıq. İkinci sürətlə. 5 saniyə sıxırıq. Əlimizi çəkirik. Dostlar, baxın, çox etmədim. Çox etməyə də ehtiyac yoxdur. Bax, son 5-10 saniyə ərzində olan nəticəni sizə göstərim. Baxın dostlar, doğramasına baxın. Gör necə gözəl doğrur. Ət, ləpə, nə istəsəniz çox rahatlıqla içərisində doğraya bilərsiniz. Tərəvəz. Doğrayıcımız 6 bıçaqlı 2 sürət və dəmir şestin aldı. Baxın dostlar, dəmir şestin aldı. Hal-hazırda sizlərə şok indirim gəlir. Həm doğrayıcı, həm toster. İkisi birlikdə. Baxın dostlar, qiymətini görürsünüz. Tək tosterin qiyməti 20 manatdır. İkisi birlikdə 29 manat. İkisi birlikdə. Tək-tək almaq istəsəniz 15 manat, 15 manat. Yaxınlaşma düşüb mağazasında mayın solma kimi əldə edə bilərsiniz. Ünvanımız Lotos Ticarət Mərkəzində yerləşir. 305 nömrəli mağaza.